İndi isə belə bir natural ədədlərə aid sualın izahına baxırıq. Gəlin bir yerdə baxaq. AB natural ədədlər üçün B-də A bərabərdir 7-də 3 və əküb AB çıxılsın əvvəl AB 40 olarsa B plus A cəmini tapın. Aha, əvvəlcə nə etməliyik? Mütənasib əmsalı K-nı daxil eləmək. Bizim nisbətimiz A bölünsün B bərabər 7-də 3 verildiyinə görə ədədləri bir K parametrindən yaza bilərik. Çünki 3 və 7 qarşılıqlı sadə ədədlər olduğuna görə onların ortaq vurğu elə K-dır. Onda uyğun olaraq yazıram A bərabər 3K, B bərabər 7K. Gəlin bu 3K, 7K qiymətlərini əbub əkobda K ilə ifadə edirik. Əbub əkobu da K ilə ifadə edirik. Yəni belə desək ki, A-nın B-nin yerinə 3K, 7K qoyaq. A-nın yerinə 3K qoysam, B-nin yerinə 7K qoyuram. Çıxılsın. Əbub A-nın yerinə 3K, B-nin yerinə 7K. Bərabər nəyə? 40-a. Buradan hər ikisində bilirik ki, əbub əkobu tapanda ortaq vuruq çıxartma qaydasında hər ikisindən K-ları çıxarsaq, K-nı çıxartdım. Əkob 3, 7 çıxılsın. K-nı çıxartdım. Əbob 3 və 7. 3, 7. Bərabər 40. Yenə deyirəm. 3 və 7 qarşılıqlı sadə olduğundan biz deyirik ki, qarşılıqlı sadədən əkobu onların hasilidir. 3 və 7. 21. K-ya da vurduqda 21K. Qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabərdir. K-nı da 1-ə vurduqda K bərabər 40. 21K-dan K çıxdıqda 20K bərabər 40-dan. K-nı tapdıqda 40-ı 20-yə bölür. K-nın qiyməti oldu 2. Bizdən B plus A cəmini istəyirdi. B plus A və yaxud da olsun A plus B. Fərqi nədir? Toplananın yerini dəyişəndə cəm dəyişmir onsuz da. A plus B-miz nədir? A-nın qiyməti 3K idi, B-nin qiyməti 7K. Bunları toplayıb K-nın qiymətini yerinə qoymaqdır. 7K ilə 3K 10K. K-nın da qiyməti 2. 10 vurulsun 2, 20. Deməli, B plus A cəmi neçə eləyir? 20 eləyir. Doğru cavabımız olur 20. Bu da A variantı.